Salam hörmətli tamaşaçılar, efirdə xəbərlər informasiya proqramıdır. Studiyada mən Turac İbrahimovayam. Marneuli Bələdiyyəsinin İmir dərəsində qazıntılar bir neçə gündür ki, davam edir. Bu ilki mövsüm də eyni proseslə davam edir. Milli Şərab Agentliyi və Marneuli Bələdiyyəsi ilə razılaşdırılaraq arxeoloji abidənin dam örtüyü bu yaxınlarda başa çatdırılıb. Növbəti mərhələ abidənin bərpası və konservasiyasıdır. Dünyada şərabın beşiği kimi bu yer ən qədim məkandır. Bu fakt təsdiqləndi və dünyada əhəmiyyətli abidə adını, statusunu aldı. Hazırda təmizlik işləri aparılır. Təmizlik gələcək inkişaf üçün əhəmiyyətlidir. Məqsədimiz arxeoloji abidənin divarlarını qoruyub saxlamaqdır. Divarlar bu vəziyyətdə açıq şəkildə qalmalıdır. Əvvəllər abidəyə su zərər verirdi, onu aradan qaldırdıq. İndiyədək ərazi örtülmədiyinə görə biz qazdığımız yerləri su keçirməyən parçalarla, torpaqla örtürdük. İndi qazıntılar sona çatdı və səthi işlər aparılır ki, ziyarətçilər üçün abidə mümkün qədər şəffaf olsun. Daha torpaqla örtməyəcəyik, çünki ağır işdir. Başqa metodlarla abidəni qoruyub saxlayacağıq. Marneulidə su təchizatı və kanalizasiya sisteminin bərpa işləri davam edir. Bu barədə Birləşmiş Su Təchizatı şirkəti məlumat yayıb. Yolun tikintisi zamanı zədələnmiş hissəsində, yəni Georgazi küçəsində bərpa işləri aparılır. Birləşmiş Su Təchizatı şirkətindən verilən məlumata görə zədələnmiş hissələrdə yolların asfaltlanması işləri iyunun 15-də başa çatacaq. Layihə Dövlət Büdcəsi və Asiya İnkişaf Bankının birgə maliyyələşdirilməsi ilə həyata keçirilir. Ruslar deyir, lучше поздно, чем никогда. Biraz gec oldu, amma gözəl oldu. Küçə də yeniləndi. Sağ olsunlar. Kim bu təşəbbüsü irəli sürüb, Allah canını sağ eləsin. Marneuli rayonu gündən-günə inkişaf eləsin. 1 iyun Uşaqların Müdafiəsi günündə Marneuli Bələdiyyəsinin təşkilatçılığı ilə uşaqlar üçün əyləncəli tədbir keçiriləcək. Tədbirdə əyləncə zonası, animator şousu və müxtəlif tədbirlər planlaşdırılır. Həmçinin illüzionist, tamaşa və gildən heykəltaraşlıq və rəngkarlıq kimi yaradıcı ustad dərsləri də keçiriləcək. Marneuli Bələdiyyə Meriyasının təşkilatçılığı ilə Uşaqlar Günü üçün əyləncə dolu tədbir planlaşdırırıq. Tədbir Meriyaya yaxın kitabxana ərazisində baş tutacaq. Burada uşaqların əylənməsi üçün bir çox aktivitələrimiz olacaq və əlbəttə ki, pulsuz dondurma paylanacaq. Animatorlar və digər maraqlı personajlar uşaqları sevindirəcəklər. Hər kəs gələ bilər. Biz sizi gözləyəcəyik. Kastrolun Marneulidəki servis mərkəzi aksiya elan edir. Belə ki, iyunun 1-dən sonra mərkəzdə yağ dəyişən pulsuz təkər təmizləmə xidmətindən yararlana biləcək. Kastrolu məşhur yarışçı Fərid Quliyev də ziyarət etdi. Ətraflı süjetimizdə. Azərbaycanın məşhur avtomobil yarışçısı Fərid Quliyev Marneuliyə səfər etdi. Fərid King of Drift idman yarışı üçün Gürcüstana gəlib. O, avtomobilini hər tərəfli yoxlamaq və yarışa hazırlamaq üçün Marneulidəki Kastrol servis mərkəzinə baş çəkdi. Bildiyiniz kimi, biz Azərbaycanlı pilotlar ara-sıra Gürcüstanda keçirilən drift yarışlarında iştirak edirik. Öz şəxsi avtomobillərimizlə avtomobillərimizin baxımını, yağını, digər xidmətlərini Kastrol şirkətinə həvalə etmişik. İstifadə etdiyim Kastrol yağı haqqında sizə məlumat vermək istərdim. Artıq 3 ildir ki, biz Kastrol şirkəti ilə əməkdaşlıq edirik və mən öz yarış avtomobilimdə də, gündəlik istifadə etdiyim avtomobilimdə də Kastrol yağlarından istifadə edirəm və çox məmnunam. Bildiyiniz kimi, bizim yarış avtomobillər daimi yüksək abarotlarda işləyir, daimi yüksək dövrlərdə işləyir. Ona görə yağın keyfiyyəti burada çox önəm kəsb edir. Mən də öz avtomobilimin yağını
Castrol şirkətinə etibar etmişəm və bundan çox razıyam. Castrolun müasir texnologiya və ən son avadanlıqla təchiz edilmiş servis mərkəzi 2024-cü ilin yanvarında Marneolidə açılıb. O, yerli sürücülərə yüksək keyfiyyətli xidmət təklif edir. Servis mərkəzi həm yağ dəyişdirilməsi, həm də digər lazımlı xidmətləri təklif edir. Bugün Castrolun Marneolidəki ofisinə məşhur Azərbaycanlı yarışmaçı Fərid Quliyev baş çəkdi. O, Gürcüstanda yarışda iştirak edəcək. Biz onun avtomobilini dərindən yoxlayıb yarışa hazırlayacağıq. Biz avtomobilin yağını, filtrlərini, təkərlərini, balansını tarazlaşdırıb tənzimlədik. Fürsətdən istifadə edib deyim ki, bizim istifadəçilər iyunun 1-dən sonunadək Castroldan hər hansı yağ əldə edərlərsə, bizim hansısa xidmətdən istifadə edərlərsə, təkərlərini pulsuz tənzimlədə biləcəklər. Qeyd edildiyi kimi, Castrolun Marneoli xidmət mərkəzində müştərilər iyun ayı boyunca yağ dəyişdirərkən yerində təkərləri pulsuz tənzimlətmə imkanı əldə edəcəklər. Gürcüstanın Milli Bankının təşkilatçılığı ilə Tbilisidə geniş miqyaslı beynəlxalq konfrans keçirildi. Belə ki, Güvəndən Sıx Əməkdaşlığa adlı konfrans Larinin dövrəyə buraxılmasının 30 illiyinə həsr olunmuşdu. Burada dünyanın 30 ölkəsindən 300-dən çox qonaq iştirak edirdi. Gürcüstan Milli Bankının prezidenti Natiya Turnava konfransa dəvət olunmuş qonaqlar qarşısında çıxış etdi. 1991-ci il aprelin 9-da Gürcüstan dövlətçiliyinin bərpasından sonra ölkədə müstəqil pul kredit sistemi yaradıldı. Məhz bu dövrdən rəsmi olaraq Gürcüstan valyutasının dizaynı, adı və texniki parametrləri ilə bağlı hazırlıq işləri başladı. 1995-ci il oktyabrın 2-dən bütün Gürcüstan ərazisində Lari yeganə ödəniş vasitəsi elan edildi. Gürcüstanda aşağı inflyasiya və yüksək iqtisadi artımın birləşməsi bir neçə ildir ki, qorunub saxlanılır ki, bu da iqtisadiyyata struktur dəyişiklikləri və məhsuldarlığın artması ilə izah olunur. Lakin biz başa düşürük ki, Gürcüstan kiçik, açıq iqtisadiyyata malikdir və buna görə də xarici amillərin təsiri bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Müvafiq olaraq bizim diqqətimizi risklərin idarə edilməsi, ehtiyatlı pul siyasətinin aparılması, hələ də yüksək olan dollarlaşmanın azaldılması, yeni maliyyə texnologiyasının işlənib hazırlanması və digər aktual məsələlərə yönəldirik. Əminəm ki, konfrans həm müasir çağırışlar, həm də bu çağırışların yeni imkanlara çevrilməsi ilə bağlı olduqca maraqlı müzakirələrə ev sahibliyi edəcək. Və salam, hörmətli tamaşaçılar, gələn görüşlərə dək özünüzə yaxşı baxın.